Qrenlandiyada insanlar özlərinə həyat yoldaşı tapa bilmirlər. Bölgə rəhbərliyinə müraciət edərək onlara yoldaş tapmalarını istəyirlər. Hətta evli birinin həyat yoldaşı vəfat edərsə, həmin şəxsin başqa biri ilə evləndirilib uşaq sahibi olması gözlənilir. Bəzi ailələrdə bir qadının 3-4 əri ola bilir. İnsanlar sadəcə çoxalmaq və yaşamaq istədiklərinə görə özlərini buna məcbur hiss edirlər. Çünki nə qədər azalsalar, sağ qalan insanlar üçün həyat bir o qədər çətinləşir. Qrenlandiyanın digər bir problemi isə ölkədə infrastrukturun olmamasıdır. Bu səbəbdən məskunlaşmadan uzaq bölgələrdə zibilliklər yaradılıb və insan fəaliyyətindən yaranan bütün tullantılar həmin bölgədə toplanılır. Qısa müddətdə Qrenlandiyanın tamamilə zibilliyə çevrilməsi çətin olsa da, uzun müddət bu torpaqlarda böyük tullantı yığınları yarana bilər. Ölkənin bir çox yerlərində isə internet ümumiyyətlə işləmir. Bəs dünyanın ən soyuq adasında yaşayan insanlar nə cür nəqliyyatdan istifadə edirlər? Əgər Qrenlandiyaya getsəz, orada motosiklet və avtomobil kimi nəqliyyat vasitələrinin çox da yayğın olmadığını görəcəksiniz. Yalnız paytaxt Nuukda gözlə görüləcək qədər bir neçə avtomobil var. Kəndlərdə isə nəqliyyat əsasən xizək vasitəsilə həyata keçirilir. Xüsusilə qış aylarında hava temperaturu -50 dərəcəyə qədər enə bildiyindən bu şəraitdə motorlu nəqliyyat vasitələri işləyə bilmir və tez-tez xarab olur. Ölkədə sənaye də olduqca geridə qaldığına görə bu vasitələrin təmiri böyük zəhmət və xərclər tələb edir. Buna görə insanlar yüklərini daşımaq və bir yerdən digər yerə getmək üçün xaski adlandırılan Sibir itlərindən istifadə edirlər.